Qalmaqallı iş adamı Müqayis Verdiyev ətrafında yayılan söz-söhbət səngimək bilmir. İndi də adı 1 milyonluq dələduzluqda hallanan Verdiyevin könlünə azadlığa çıxmaq düşüb. Bu barədə məlumatı isə Azərbaycan Reallığı.com saytı paylaşıb. Məlumatda qeyd olunur ki, Müqayis Verdiyev bir neçə dəfə dələduzluq əməlinə görə məhkum olunmuş və şərti cəza almış olsa da, əməllərindən heç vaxt islah olunmamış, nəticədə bir neçə dəfə yenidən həbs edilmişdi. Təəssüf ki, hələ də bu şəxsin cinayət əməlləri ilə bağlı yetərli nəticələr əldə edilmir və bu da cəmiyyətin haqlı narazılığına səbəb olur. Verdiyevin hakimlər və digər dövlət orqanları ilə əlaqələri isə cəmiyyətin diqqətini daha da çəkir. Məlum olub ki, Müqayis Verdiyev cəza almadan əvvəl yaxın zamanlarda azadlığa buraxılacağına dair ismarıcılar verib. Onun yaxınlarına bildirdiyi məlumatlarda qeyd edilib ki, hakimlə razılıq əldə edilib və 120 min manat qarşılığında hakim xəstəliyi əsas götürməklə şərti cəza təyin edərək təcridxanadan azad edilməsini təmin edəcəkdir. Bu sözlər Müqayis Verdiyevin yaxınlarına bildirdiyi məlumatlarda yer alan ifadələrdir. Bu vəziyyət hakimlərin qanunları necə təsvir etdiyi və rüşvətlə bağlı şübhələri daha da artırır. Verdiyevin dilindən deyilənlərə görə yaxın zamanda çıxacağına dair müəyyən razılaşmalar əldə edildiyi iddialar da yer almaqdadır. Hazırda Müqayis Verdiyevin Gəncə şəhər təcridxanasında olduğu bildirilsə də, son dövrlərdə verilən məlumatlara əsasən o qısa müddətdə azadlığa buraxılacağını düşünür. Bu isə cəmiyyətin haqlı sualına səbəb olur. Belə bir şəxsin azadlığa buraxılması nə dərəcədə qanunidir və onun azadlığa buraxılmasında hansı faktlar rol oynayır? Qeyd edək ki, Gəncə şəhər Ağır Cinayətləri Məhkəməsinin sədri Natiq Əliyev Mürsəloğludur. Onun vəzifəyə təyin edilməsindən sonra qanunsuz qəbul edilən qərarlara qarşı sərt yanaşması ilə yaddaşlarda qalıb. Lakin Müqayis Verdiyevin Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə insanlara 1 milyondan artıq zərər vurmuş şəxsi hansı şərtlə azadlığa buraxılmasını təmin edəcəyi sual altındadır. Sonda isə qeyd edək ki, Müqayis Verdiyevin azadlığa buraxılması məsələsi yalnız onun şəxsi həyatını deyil, həm də hüquq sisteminin nə dərəcədə şəffaf və ədalətli işlədiyini göstərən vacib bir testdir. Hüquq mühafizə orqanlarının və məhkəmələrin bu kimi şəxslərə necə yanaşacağı, gələcəkdə ölkədəki hüquq müstəvisindəki islahatların uğurunu müəyyən edəcəkdir. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.